Bəy, Azərbaycan Sovet ədəbiyyatı tək Cəfər Cabbarlıdan bu yana, Mirzə Cəlil Əzaddan bu yana o ədəbiyyata aidiyyəti yoxdur. Ədəbiyyat deyil, məsələn də o müəyyən indi tutan da indi bu 4 cild yazmaq falan bunun özü bir zəhmət, böyük zaddır. Amma buna görə həyat həqiqət yoxdur deyə, həyat həqiqəti yoxdur deyə Azərbaycan ədəbiyyatında da o həyat həqiqəti yoxdur. Sovet dövlətinin əgər ziddiyyətlərin, Sovet dövlətinin müsbət cəhətləri də vardı. Eyni zamanda 80% da mənfidir. Bu azadlıq yox idi ki. Sərhədə qoymurlar, Puşkindən o yana bir dənə sərhədə adam buraxmırlar. Ta Probska ilə gələ gedəydin. Ora belə ölçü olar. 200 kilometr sərhədə yaxın buraxırlar, qaçarlar. Deməli, güclə saxlayır da bu. Bu öz xalqını güclə saxlayır. Gedirdə, Almaniyada nə eləyirdilər, gör, Berlində. Berlin axı bölünmüşdü. Gör, nə eləyirdilər. Deməli, orayla danışır, o tərəflə. Hasarla, hündür hasardı. Bundan da hündür, Berlinin ortasından hasar çəkilmişdi. Deməli, o tərəfdəki ilə danışır. Onlar evin hündürü, ev 5 mərtəbədir də. Hündürlüyündən ip bağlır ora, bunun dostudur, tanışıdır. Burada sərhədə yaxın evdə olur da, çox mərtəbəli. Atır buraya, ipi atır buraya, gezdədir də, hamı yatır. Bu ipi tutur, yazır. Qalxır yuxarı, qalxır. Ondan sonra beləsinə də gələ gedəsən axı. Hasar belədir, belədir də hasar. Hasar belədir, iplə belə. Belə. Getirdilər o yana. Görünən, nədir zülüm, nə ölümdür də. Lüboy vaxtı sürüşürdüksə 100 metrədən öləcək də bu adam. Amma ona gedirdilər. Onlarla adam o cür Berlinin, Şərqi Berlindən Qərbi Berlinə gedir. Hələ Almaniya Demokratik Respublikası demokratik qoyub adı. Amma gən də Sovet baxanda demokratikdir. Nisbətən müəyyən azadlıqlar vardı, müəyyən məsələn tənqidi şeylər vardı falan. Amma bizdə axı izidi tozlu yox idi. Ancaq Stalin deməli idi. Hətta mən düzdür, cavan yaşımda, 17-18 yaşımda var. 3 dənə şeir yazmışdım. Deməli, bir Lenin, 26'lar, bir dənə də Aprel. Bunları yazmışdım. O da necə? Təzə gəlmişdim, çap eləmirdilər mən. Mən üçün çətindir də. Deyirəm axı, bizim zonaya hər yanda pis baxırlar. Rəğbət yoxdur bizə, o boyda Yaşlı İttifaqında. Heç yanda. Kimsə sizə dedi, belə get bu şeirləri yaz. Hə? Kimsə dedi sizə, get Leninlə bağlı yaz. Yox, heç kim demədi. Elə özüm yazdım elə Lenin. İndi təsəvvür elə ki, gör necə güclü şeirdir, Komünist qəzetində 1-ci səhifədə verilmişdi. 3'ü də Komünist qəzetində çıxdı. İkisi, biri ədəbiyyatda, gənclərdə. İkisi Komünist qəzetində də 1-ci, yəni o qədər güclü ifadələr vardı Lenin haqqında. Nə bilim, bəşərin necə dünən məzarının gələn falan bir məzarının keşiyindədir, bəşəriyyətir falan. Belə hop yox. Yəni ən yüksək epitetlərlə. Mən də 3 dənə yazmışım. Bu ədəbiyyat buydu da, onda buydu. Başqa çap eləmirlər. Mənim povestlərim, hekayələrim doluydu. Amma çap olunmurdu, eləmirdilər. Güclə, oradan, buradan, zorla. Əkrəm romanımı çap eləmədi Qızılbaşları. Oxudu, dedi, bir dənə epizod var orada, o düz deyil, mən attım o epizodu. Deməli, bu Şah İsmail cavanlığıdır, gəlir Əbidi Bəycildə qalır. Öz dostunun sərkərdədə 18-19 yaşında oğlandır, hər cavan oğlandır. Bu Əbdinin də qəşəng qızı var. Qız da baxışdır da, cavan oğlan necə olur? Baxma, nə rəğbət bilinir. Bu qız da buna baxır maraqla. O bir epizod idi, düşüb bağa gəzir İsmail. İndi şah deyir də. O qız da gəlir, zad elir, qovur qızı bağdır da, xəlvətdir də, qucaqlasın. Özünün qızın
Qurşağın, qız da belinin bağlayıb da, qurşağında hamı bağlayır da belini. Bu qurşağı o arşımalanda olduğu kimi açılır belə, qız qaçır. Ay bu bayağıdır bu nədir? Qızılbaşlar romanından bir dənə bunu tapdı. Bu adam bunu tapdı, romanı çap eləmədi Əkrəm. Jurnalda redaktör olarkən. İndi hamı dedi ki, yazdılar da Azərbaycan ədəbiyyatında ən maraqlı, tarixi, ən dəqiq, real. Da o kimdir yazmışdı ki, Əlisə müəllim elə bir çaldıranda olub, hər addım başı necə olub, məndə dəqiq necə varsa elə yazmışam da. Deməli, mən üçün İngiliscədən tərcümə elədilər. Çaldıran döyüşünün o bəzi epizodların, onlardan istifadə elədim də. Başqa yerdə yoxdur, əl yazmalarda. Bu cürlə, bu cür Əkrəm o cür məni qaytardı. Ona görə, yəni Sovet dövründə mənim romanım 20 il qaldı. Qızılbaşlar 20 ildən sonra çap olundu. Gəncəli Müdrik də o da bir 10 il qaldı, ondan sonra çap olundu. Yəni sonra o şey elə ki dağıldı isteri, biz kətdəydik. Dedim Məlahətə yoldaşıma, Üzeyirə dedim, durun gedək, mənim dövranım gəldi. Nə qədər var? Evi orada dəyər dəyməzdə satdı. Gəldik burada bir otağım vardı da. Yazılar İttifaqı vermişim mənə. İmran Qasım, İshak İbrahimovun xahişi ilə İmran Qasımı mənə vermişdi. 5-ci mərtəbədə bir otaq. Gəldik oraya qaldıq. Sonra onu başqa yerdə də o pulla Lənkəranda satdım. Həyat, gözəl ev tikmişdim orada, tikdirmişdim Lənkəranda. Kömək eləmişlər də orada. Oh, İsa kömək eləmişdi, İsa Məmmədov'da. Kömək eləmişdi, yaxşı ev tikmişdim. Onu satdım, gəldim burada 2 otaqlı bir ev aldım. Bu Yazıçılar İttifaqında evi qalmışdı. Bu evi satdım, zaten çap elədim. Qızılbaşları da çap elədim də. Qızılbaşlıları dövlət eləmişdi. Hə? Qızılbaşlılar 80-ci illərdə nəşriyyat tərəfindən, deyəsən yazıçı nəşriyyat. 83-də. 83-də, deyirəm də 83-də çıxıb. Yox, bir mühüm əsərimi çap elədim. Dünya filosofları. Dünya filosofları. Yazmışdım, getdim nəşriyyata, dedilər 4000 dollar. Qızıl Şərq mətbəəsində. 4000 dollar. Mənim 400 yox, 4 manat dollar yoxumdur. Getdim onu, satdım o bir otağı. 3000 dollara. Mətləb dedim mətləbə, dedim mən zad eləyərəm, taparam borc. Borc taparam. Rəhmətli amma o məsələ. Deməli, getdi Azər İttifaqın sədrindən demişdi ki, belə yazıçı, belə gözəl dünya filosofları nadir kitabda Azərbaycan üçün görünməmiş şeydi o vaxta qədər. Heç kim filosof tanımırdı ki Azərbaycanda. Hamı mən gətirirdim. Böyük də kitabdır. 1000 dollar da o verdi. 4000 dollar o verdi, gəldim verdim, bu çapdı. 1000 nüsxə ilə çap elədim. Ondan sonra yaşadım da, yaxşı satıldı. Əvvəl 100 dollara alırdılar, dünya filosofları bu boyda. Alırdılar. Sonra yavaş yavaş